Deməli bizə verir, kütləsi 500 qram olan cismin yer dəyişməsinin zamandan asılı tənlik verilir. S bərabər 2t kvadrat və deyir ki, hansı zamanda 64 joule iş görər. 64 joule. Biz bunun üçün neyinik uşaqlar? İşin düsturunu yazsaq, iş bərabər A bərabər F vurulsun S. Düzdür? F vurulsun S. Buradan deməli F var bizdə. Deməli S'i tapıram. S bərabərdir A bölünsün F. F'in yerinə əvəzləyici qüvvə yazsam, F bərabər MA. Deməli işimiz 64 joule. M kütləmiz deməli 0,5 kilogram. Buradan da təcilimiz görünür ki 4. Təcilimiz də 4. Deməli 64'ü bölürəm 2'yə, bu deyir 32. 32 metr bunun yer dəyişməsidir. Deməli gətirib bu ifadədə yerinə yazsam, Sx bərabər 2t kvadrat deməli olacaq və S'in də yerinə 32 yazsam, deməli 32 bərabər 2t kvadrat. Buradan t kvadrat bərabər oldu deməli 16, t'miz də bərabər 4. Deməli 4 saniyədən sonra bunun gördüyü iş bu qədər olacaq.